İlhami xanım, buyurun əzizim. Xanım, ilk öncə insanın psixoloji hüzuru və psixoloji sağlamlığı çox vacibdir. O siz dediyiniz məsələ kimlərədir? Bunu təbii ki, hər kəs də etmir. Özü ilə barışıq ola bilməyən insanlar, özünü həmişə kimləsə müqayisə eləmək istəyən insanlar, özünü həmişə üstün görmək istəyən insanlar başqasının uğrunu həzm eləyə bilmir. Burada həm də Adlerin bir aşağılıq kompleksi deyilən bir kompleks var ki, aşağılıq kompleksi olan insanlar daim başqalarını uğursuz görmək istəyirlər, özlərini üstə qoymaq istəyirlər. Əslində onların dərin, yəni çox geniş bir mövzudur əslində bu aşağılıq kompleksi. Bunu psixoloqların ən sevimli mövzularından biridir həm də. Ki, insan başqalarını həzm edə bilmir. Yəni, özündən üstün görmək istəmir. Özündən üstün heç kimi görə bilmir. Bu da onun dərin travmatik yaralarına yəni, el arasında bu paxıllıqdır bunun adı. Yəni, siz elmi dildə danışırsınız. Paxıllıq da deməyəcəm Nurayda xanım. Yəni ki, insanın bir psixoloji rahatlığının, sağlamlığının olmamasına dayanan bir şeydir. Çünki psixoloji sağlam olan insan hər bir insanı sevir. Məsələn, Erich Fromm'un sevgi nəzəriyyəsində deyir ki, sevgi bir insana qarşı deyil. Əgər sən bütün insanları sevirsənsə, bax, əsl sevgi budur. Məsələn, bir insana bütün insanları sevmək olar sizcə? Yəni, bu ən birinci Allaha dayanmış bir sevgidir. Yəni, Allahı sevən insan onun yaratdığı hər kəsi də sevməlidir. Yəni, bu Erich Fromm nəzəriyyəsidir təbii ki. Əslində, belə deyim də, ilahi bir məhəbbətə qovuşmuş insan, bəli, bütün insanları sevə bilər. Çünki o digər insanların... Sizcə onda insan xaraktersiz olmazmı? Yox, bu xaraktersizlik hamıya qarşı eyni dərəcədə Nurayda xanım, belə deyim də, bu pozitivlik deyil, bu realistik olmaqdır və hər kəs olduğu kimi qəbul eləyə bilməkdir. Çünki mən bilirəm ki, tutaq ki, filan insanın xasiyyəti bu cürdür, xarakteri bu cürdür. Bir var, həmin insanla mən mübarizə aparım, onu dəyişməyə çalışım. Bir də var ki, mən həmin insanı qəbul eləyim. Yəni ki, bu qəbul eləyirəm, onun da bir yaraları var, onun da bir özünə məxsus bir problemləri var, travmaları var ki... adamların uğurunu qəbul eləmirlər çoxları? Uğurunu qəbul eləmirlər dediyim kimi, çünki özlərindən üstün heç kəsi görmək istəmirlər. Siz dediyiniz o paxıllıq nüansı bunda var, amma psixoloqlar bilirsiniz də, insanlara qarşı daha rəhimlidirlər. Çünki biz insanların travmalarını bildiyimizdən bilirik ki, onu buna vadar eləyən daxili bir şuuraltı səbəbləri var ki, o özü də bilmədən, bəlkə də çox vaxt özü də bilmir, başqasının uğuruna sevinə bilmir. Elədir. Biz el arasında həmin insanlara qınıyırıq. Xanımın bayaqları o qeyd elədik. Onlara paxıl deyirik. Amma ki, əslində, belə deyim də, psixoloqlar bilirsiniz də, insanları qınıya bilmir. Çünki onların hər birinin özünün daxili travmalarına dayanır, daxili səbəblərinə dayanır ki... Sadəcə olaraq bu qınamaq deyil, sadəcə olaraq əgər bizdə varsa, biz özümüzü tərbiyələndirə bilərik də. Biz bunu... Mənə elə gəlir ki, bu mənada bayaqlar əslində İlhami xanım vurğuladı, insanların hamısını sevmək və bəlkə də demək istədi ki, insanlığa olan sevgi Yox, o sevgi mən o mənada demədim. Mən kimisə sevmək məcburiyyətində deyilik. Sadəcə bu Erich Fromm nəzəriyyəsinə dayanır ki, bütün insanları, yəni biz bu dünyada müvəqqətiyik də. Bütün insanları tək-tək hər halda sevə bilmərik də. Sadəcə insanlığa bir sevgi olmalıdır daxilən. Və təsəvvür eləyin ki, biz bütün bu həyatımızı, məhdud bir zamanda olan həyatımızı nifrətə xərcləyirik. Bir də var ki, insanları olduğu kimi qəbul eləyib bu həyatdan daha çox zövq alır. Bu mənada... Həqiqəti deyirsə, niyə pis insan olur?